Elçin müəllim, xoş gördük. Hoş gördük Tural. Sizinlə hər söhbətimizdə ölkəmiz və dünyanı ilgiləndirən ən müxtəlif mövzulara toxunuruq. Bu mövzuların sualları da bizim oxucularımızdan qaynaqlanır. Aynanın oxucularının bizə yönəltdiyi sualları biz sizə ünvanlayırıq və sizin fikirlərinizi də təbii ki, oxucularımız səbirsizliklə gözləyirlər. Son zamanlar istər bizim oxucularımızı, istər ümumilikdə Azərbaycan oxucusunu narahat edən bir problem var. Bu, sosial şəbəkə gündəmini zəbt etmiş, xoşagəlməz bir tendensiya ilə əlaqədardır. İstər Facebook, istər digər platformalar üzərindən son zamanlar aşırı nifrət, aşırı təhqir və söyüş üzərində qurulmuş bir qarşıdurma gedir. İstər hökumət tərəfdarları nəzdində, istər anti-hökumət tərəfdarlar nəzdində sanki artıq başqa bir mübarizə metodu qalmamış kimi söyüş üzərindən bir mübarizə gedir. Siz təbii ki, bu prosesi izləyirsiniz. Ümumilikdə bu tendensiyaya, bu gedən prosesə sizin fikriniz maraqlıdır. Ümumiyyətlə, yaxşı bir tendensiya deyil. Çox utanc verici bir şeydir. Ürək bulandırıcı bir şeydir. Yəni, söz demək istəyəndə gərək çərçivələr var. Ədəb çərçivəsi, faktlar olmalıdır əldə. O faktları, belə deyək, təqdim eləməyin özünün də, əgər jurnalistsənsə, peşəkarsansa, normal formaları var və mən belə düşünürəm ki, o cür, belə deyək, faktların və fikirlərin çatdırılması daha təsirli ola bilər. Yəni, nəyəsə sən qarşındakını təhqir eləyirsənsə, o artıq sən bəlkə yaxşı şey deyirsənsə də, onu qavramaq istəmir. Çünki artıq onda sənə qarşı bir kidurət əmələ gəlir və bu qarşılıqlıdır. Ona görə mən belə düşünürəm ki, bu bilmirəm sözün doğrusu texniki cəhətdən bunun qarşısını necə almaq olar. Çünki o söyüş söyənlər də hamısı qıraqdadır. Onlara qarşı gərək, belə deyək, dövlətmi, hökumət strukturlarımı, qanun çərçivəsi daxilində hərəkət eləsin. Onu eləmək də hər halda çətindir, nə mənada? Çünki həmin o platformaların mütləq əksəriyyəti, mütləq deyəndə ki, hamısı Azərbaycanın əlində deyil. Hamısı xarici korporasiyalardır, xarici şirkətlərdir və onlar da özlərinə uyğun şəkildə həmin bu məsələləri tənzimləyirlər. İndi şikayət edə bilərsən, nə bilim, narazılığını ifadə eləyə bilərsən, o da baxacaqlar. Keyfləri istəsə bağlaya bilərlər, yəni məhdudiyyət qoya bilərlər. Keyfləri istəməyəndə də onlara nə uyğun gəlirsə, o həmin hərəkəti edəcəklər. Belədir məsələ. Hər bir faktın səbəb və nəticə əlaqəsi var. Bugün nəticə ortadadır, göz qabağındadır. Bugünkü yaranan vəziyyətin səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəsi indi bundan ibarət ki, bax, bu yaxınlarda hamımızın da tanıdığı həmkarımız İlhamiyə Rıza və onun həm həyat, həm də yaradıcılıq, belə deyək, yoldaşı. Həmin deyirik ki, onlar söylədilər ki, biz televiziya fəaliyyətimizi dayandırırıq. Əsas, demək, gətirilən arqument da ondan ibarət idi ki, bizim yerli televiziyalar kontent verə bilmir. Ona görə biz buradan çıxırıq. Yəni, ciddi hansısa söhbət olanda, ciddi veriliş olanda onun izləyiciləri az olur. Və belə çıxır ki, buradan da belə bir nəticəyə gəlmək olur ki, həm də texniki nəticədir. Bayaq söylədim, bütün bu demək, sosial şəbəkə platformaları
Azərbaycanın deyil. Hamısı qıraqdan gələndir. Yəni dünya üzrə biri Çindədir, TikTokdur, nə bilim Amerikada olanlar var, harda olanlar var. Bunun yiyəsi biz deyilik və Azərbaycanın əlində ancaq bizim televiziya kanallarıdır və indi ola bilsin yerli saytlardır. Televiziya kanalları da həmin bu, belə deyək, müəyyən mənada indi tərbiyəsizlik demək istəmirəm, amma bu etikadan, jurnalist etikasından kənar, onun çərçivələrindən kənara çıxan bir məkana yer açır. Demirəm bütün kanallar, demirəm bütün verilişlər, amma müəyyən verilişlər var ki, onlar artıq ikrahçı doğurur və bütün hətta jurnalist cəmiyyəsində televiziya işçilərinin, yəni aparıcı və jurnalistlərin arasında buna qarşı bir etiraz dalğası qalxır və hələ də müzakirələr gedir. Bunun ətrafında mübahisələr gedir, bunun ətrafında müzakirələr gedir. İndi nəyə gətirib çıxardacaq bu, hələ bəlli deyil. Ümumiyyətlə, bütün bu, belə deyək, xoşa gəlməz tendensiya ideologiyadan irəli gəlir. Biz ideologiyamızda boşluq vermişik, boşluq əmələ gəlib. Müəyyən müddətdə, belə deyək də, məsələn, Ray Bradbury'nin məşhur əsəri var. Fahrenheitlə 451 dərəcə. Orada əsas prinsip kitabların yandırılmasıdır. Ən əsas peşə həmin devirdə, o fantastik bir şeydir. Həmin devirdə kitabların qadağa olunması və kitabların yandırılmasıdır. Və orada bir məqam var, bir 3-4 cümlədə deyir. Kitabları deyir, yandırırlar, amma demək, əyləncəli jurnallardır, nə bilim, idman jurnallarıdır, sonra müxtəlif rəngli, şəkilli, nə bilim, qadın şəkillərindən dolu dərgilər qadağan olunmur. Əksinə, onlar daha çox reklam olunur. Nə üçün? Bax, bu ideoloji bir şeydir. Kitabları yandırmaq, eyni zamanda da əyləncə ilə cəmaatın başını qatmaq ki, onlar kitab oxuyub birdən nəsə düşünərlər. Çox təəssüf ki, bizdə 21-ci əsrdə biz kitablar yandırdıq Bakıda. Mənim gözümün qabağında bizim həyətdə kitab yandırırdılar. Məlum hadisədir, onun incəliklərinə varmaq istəmirəm. Yəni, biz kitabları yandırdıq, kiminsə fikrinlə razılaşmadıq. Yanlış fikirdə olsa belə, düzgün yazmasa belə, biz kitab yandıra bilmərik, kitab yandırmaq olmaz. Kitabı yandırdıq ki, axırı bu söyüşlər gəldi, çıxdı ortaya. Çünki kitab oxuyanlar, onlar belə deyək də, mən indi cəmiyyəti təbəqəyə yaxud zümrələrə bölmək istəmirəm. Sadəcə olaraq gerçəklik var ki, kimsə kitab oxuyur, kiminsə savadı daha çoxdur, kimsə Selingerin əsərlərindən birində bir kəlmə var idi. Onları deyir, aşağıda olan zümrələrin bir-birinlə dartışması heç cür maraqlandırmırdı. Bu biraz sinfi məsələdir. Amma eyni zamanda düşünməyə dəyər. Yəni, kimsə özünü başqalarından yüksəyə qoyur, aşağıdakıları saymır. Amma eyni zamanda da bunun üçün bir zəmin var. Aşağıdakı ancaq Playboya baxır, yuxarıdakı isə tutalım, Victor Hugo'nu oxuyur. Yəni, bu təbəqələşmə, yəni düşüncə tərzində bir təbəqələşmə əmələ gəlib. Və bayaq da söylədiyim kimi, biz kitab yandırdıq ki,
bax bu vəziyyətə gəlib çatdıq. İdeologiyadır, amma ideologiyanın bir alt qurumu var. Alt qurum iqtisadiyyatdır. İndi onu da deyəcəm, siz sualınızı verin. Bəli, kitab yandırdıq və onun külünün altında qaldıq. Siz bayaq qeyd etdiniz ki, sosial şəbəkələrin ipi bizim əlimizdə deyil, kənardadır. Amma orada qarşılıqlı söyüşən azərbaycanlılardır. Demək ki, böyük bir mənəvi ideoloji boşluq var, sizin də qeyd etdiyiniz kimi. Demək, yenə qayıdırıq maarifçilik məsələsinə. Həddən artıq çox istifadə olunub bu fikir. Ona görə bəzən oxucuya adi gəlir maariflənmə, siyasət aparmaq. Və bunun arxasınca sual yaranır. Onu kim eləməlidir? Azərbaycan televiziyaları, Azərbaycan ciddi media resursları. Bacarırıqmı? Bəs bunu bizim televiziya məkanımız, media resurslarımız bacarırmı? Burada bir məqam var. Məsələn, ATV-ni götürək, dövlət kanalıdır. Onun idman kanalı var, bir də mədəniyyət kanalı var. İctimai televiziya var. Bunların heç birində o dediyimiz söyüşün əlaməti yoxdur. Maarifçilik, maarifləndirmə ünsürləri çoxdur. Bunlar, belə deyək də, büdcənin burada köməyi var. Yəni, dövlət büdcəsi, dövlət dəstəyi var. Digər kanallar özəl sayılır. İndi onların da yiyələri var, özəl dediyimizə görə. İndi onlar təbii ki, dövlətlə ayaqlaşa bilməzlər. Nə etməlidirlər? Reyting dalınca qaçırlar ki, reklam əldə eləyib özlərini və kollektivi saxlaya bilsinlər. Çox təəssüf ki, o bayaq dediyim məqamdır. Victor Hugo'nu oxuyanlar, onlar həm də eyni zamanda nisbətən zəngin təbəqədir. Və onlar ciddi reklam vericilərinin, belə deyək, istehlakçılarıdır. Mən məsələn, Zerkala işləyəndə biz 24 il işlədik, Zerkala ayına biz özümüzü dolandırırdıq. Həm sətiş var idi və təbii reklam. Tək bunların hansı birinnənsə dolanmaq mümkün deyil. Mən nəyə fikir vermişdim? Bizə da bankın adını çəkmirəm, banklar reklam verirdi və daha sonra avtomobil şirkətləri çox reklam verirdi, avia şirkətlər reklam verirdi. O vaxtlar Səudiyyə Ərəbistandan tutmuş, British Airways-ə qədər hamısı bir 18 şirkət var idi. Lufthansa bizə illik reklam verirdi. Nəyə görə? Çünki eyni zamanda tutalım tirajı Zerkaladan artıq olan qəzetlərimiz var idi. Amma onların oxucuları zəngin deyildilər. Yəni, həmin şirkətlərin istehlakçısı deyildilər. Ona görə həmin qəzetlərə o böyük ciddi şirkətlər, yəni əmtələri bahalı olan şirkətlər o qəzetlərə deyil, reklamı Zerkalaya daha çox verirdilər. Onlara da verirdilər təbii ki, amma Zerkalaya verdikləri qədər yəni reklama pul xərcləmirdilər. Çünki potensial alıcısı Zerkalanın oxucusuydu. Zerkala aynanın, belə deyək. Amma Zerkala qabaqda gedirdi. Və bu baxımdan da indi elə olur ki, ciddi şeylərə, bayaq da söylədim, mənim tirajım, Zerkalanın tirajı digərlərindən az ola bilirdi, amma reklam daha çox mənə gəlirdi. Nəyə görə? İndi məsələn bizim televiziyalar, özəl kanalları saxlamaq üçün, yəni dolandırmaq üçün, onlar reyting dalınca gedirlər və əgər biz indi düşünsək ki, hər hansı böyük və ciddi şirkət
dövlət şirkəti mi olsun, ümummilli bir şirkət mi olsun, böyük bank olsun, bunların həmin kanallara reklam verdiyinin şahidi deyilik. Daha doğrusu reklam varsa da çox azdır. Xırda hansısa şirkətlərdir, hansısa həkim özünü reklam eləmək istəyir, nə bilim, kimsə hansısa bir xırda əmtəhəsini reklam eləmək istəyir. Bunlar həmin, belə deyək, o qədər də ciddi olmayan, maarifləndirmə elementi demək olar ki, olmayan verilişlərə meyllənirlər, çünki reyting oradadır. Yəni, hüququnu oxumayanlar aşağıda Azərbaycan televiziyasının həmin verilişlərinə baxırlar. Azərbaycan televiziyası deyəndə bütün məkanı nəzərdə tuturam. Ona görə burada vəziyyət elədir ki, belə deyək də, hər iki tərəfin istəklərini və yaxud gerçəkliyini düzgün tapmalıyıq. Aşağı səviyyəli, belə deyək, aparıcılar ola bilər, aşağı səviyyəli veriliş ola bilər, bayağı verilişlər ola bilər, maarifləndirmə deyilən şey demək olar ki, heç səviyyəsində ola bilər. Amma burada bir məqam var. Məsələn, 90-cı illərin sonlarına qədər şirkətlərin reklam xərcləri onların ümumi xərcləri kimi hesablanırdı. Yəni, bunu vergi sistemini nəzərdə tuturam. Əgər sən reklam xərclərini özünün ümumi xərclərinin içinə salırdınsa, sən ondan vergini az ödəyirdin. İndi belə bir şey eləmək olar ki, həmin qaydanı ya qaytarırsan geri. Məsələn, Amerikada Hollywood necə qalxdı? Pullar var idi. Pulu çox olan, hətta mafiyada belə pul çox idi. Və bir təxminən 5 ya 10 illik onlar amnistiya verdilər ki, kino industriyaya pul qoyan adamların o pulun mənbəyinin hardan olduğunu biz göz yumacağıq. Yəni, onlar öz pullarını ağarda biləcəklər. Bu yolla, indi yəqin ki, əgər əksikləri də oldu, bu yolla Hollywood qalxdı, yəni ona dövlət cibindən, büdcədən çıxardıb pul vermədi. O, belə deyək, çirkli pullar olsa da, onlar ağardıldı, təmizləndi və sonradan demək, dövriyyədə o təmiz pullar artıq fırlanmağa başladı. İndi mən demirəm, biz nə bilim, mafiyanın pullarını cəlb edək, neynəyək, amma dövlət bu şeyləri nəzərə alaraq, məsələn, maarifləndirici verilişlərə, ciddi verilişlərə, reklam ödəyən şirkətləri gəlir vergisinə yaxud vergilərdən azad eləyə bilər. Yaxud da o vergilərin faizini aşağı sala bilər. Ona görə mənə elə gəlir ki, bu yollardan biridir. Təbii ki, başqa fikirlər də ola bilər, mənim bilmədiyim məqamlar da var. Amma bu yollarla biz televiziyadakı o, belə deyək, bayağı verilişləri sıxışdırıb çıxara bilərik və özəl televiziya kanalları da ciddi verilişlərin hesabına və vergi, belə deyək, tətili verilmiş yaxud vergidən azad edilmiş şirkətlər reklam vergisindən. Onların hesabına kanalların səviyyəsi qalxa bilər. Bu nədir? Bu ideologiyadır. Bayaq söylədim ki, bizim o platformalar yoxdur, sosial şəbəkə. Heç biri bizim əlimizdə deyil. İstənilən an, bəlkə də biz indi bilmirik, amma o söyüş yağdıran adamlar istəsələr onun sayını artıra bilərlər, onların əlindədir. Azərbaycana qarşı indi deyilir ki, bu kampaniyanın
altından belə deyək də Kremlin qulaqları görünür. Belədirsə, demək burada ideoloji mübarizə gedir. İnformasiya savaşı gedir. Bu savaşa qarşı duruş gətirə bilmək üçün biz gərək özümüz ya Facebook yaradaq. Amma bizim miqyasımız o Facebookluq deyil. İndi Çin də TikTok yarada bilir. Böyükdülər onlar, iridilər. Kobud deyil, yekədirlər ona görə. Bunun qarşısını necə ala bilərik? Biz öz kanallarımızda kontent yaratmalıyıq. Televiziya kanalları bizə aiddir. Yəni özgəsi Amerikadan bizim kanalın nə bilim quyruğunu yaxud qulağını bura bilməz. Kontent yaratmalıyıq. Kontent yaratmaq üçün də alt qurum lazımdır, yəni maliyyə lazımdır. Bu maliyyəni də hardan almaq lazımdır? Reklam da ən təmiz yolu. Bizdə mafiya yoxdur, biz mafiyanı pulunu gətirə bilmirik ora. Ona görə biz özümüzü qorumaq üçün öz məkanımızda, öz ərazimizdə bu olan imkanlardan istifadə etməliyik. Düzdür, bəlkə texnoloji cəhətdən deyəcəklər ki, televiziya hara, sosial platformalar hara, amma başqa yol yoxdur deyəsən. Ona görə bu həm ideologiyadır, həm informasiya savaşıdır, həm də özümüzü qorumaq kimi bir yoldur. Çünki biz nə qədər ki öz kanallarımıza tamaşaçı, ciddi tamaşaçı cəlb edə bilməyəcəyik, bir o qədər zəif olacaq. Bunu düşünmək lazımdır bu barədə. Hə, Tural, və yekun olaraq onu demək istəyirəm ki, yəni sosial şəbəkələrin də nə demək olduğunu Azərbaycan üçün və Azərbaycanın əlində olmadığını qeyd edərək qayıtdım ona ki, Azərbaycan ideoloji və informasiya savaşında digərləri, qıraqdakıların qarşısında duruş gətirə bilməsi üçün dövlət kanallarını bayaq da söylədiyim kimi qoyuram qırağa, onların dövlət dəstəyi var. Amma özəl kanalların yaşaması və bayağı birinci verilişləri efirlərindən yığışdırması üçün onlara dəstək lazımdır. Birbaşa yox, amma belə deyək də, dolayı olaraq dövlətin dəstəyi lazımdır. Bu da həm ideoloji, həm də belə deyək, yönləndirici bir dəstək olmalıdır. Yəni, bayaq söylədiyim kimi, bizim iri şirkətlərə, ümummilli şirkətlərə, çox böyük banklarımıza, bizim banklar assosiasiyası var, onların özünə, digər hər halda hələ də avia şirkətlər var Azərbaycanda, Azərbaycana gəlib gedən. Bunlar iriləri nəzərdə tuturam. Burada çalışan neft şirkətləri var, vaxtilə bizə də reklam verirdilər. Onların hamısına bildirilməlidir ki, əgər siz maarifləndirici, ciddi, sənədli araşdırma verilişlərinə sponsorluq edəcəksinizsə, dəstək verəcəksinizsə, ola bilsin indi birbaşa hansısa layihə sponsorluq eləyəcəklər və yaxud reklam şəklində dəstək verəcəklərsə, onda həmin şirkətlərə vergi strukturları tərəfindən güzəşt ediləcək. Və bu güzəştdə mən belə düşünmürəm ki, 5 yaxud 7 il çəkməlidir, yox. Bu güzəşt mütəmadi olmalıdır və sınırsız olmalıdır zaman çərçivəsi kəsimində. Çünki əgər bunu 3 illik eləyəcəksə güzəşti, 3 il yaxşı olacaq, 4-cü il yenə qayıdacaq köhnə hamam, köhnə tasa. Ona görə mütləq dövlətin bir ideoloji xətti olmalıdır ki, bizim
əlimizdə olan və gücümüz çatan bizim yerli televiziya məkanıdır, radio məkanıdır və buna görə də biz həmin özəl kanalların, özəl strukturların çalışa bilməsi və özünü dolandıra bilməsi üçün onlara reklam verən, onların maarifləndirici ciddi proqramlarını sponsorluq edən, onlara dəstək verən şirkətlərə mütləq özdə yarım faiz, 1%, 2% yox, əməlli başlı vergi güzəştləri olmalıdır. Tutalım, hansısa bir layihə ilə gəlirsən, güclü araşdırmadır və bunun sponsoru olur hansısa bir şirkət. O şirkət sponsorluq eləyirsə, deməli o şirkət vergidən çox güclü şəkildə azad edilir. Yaxud elə vergidən azad edilir. Bir şey yadıma düşdü. Vaxtilə biz xarici bir şirkətlə 90-cı illərin ortalarında qəzet kağızı qıtlığı var idi Azərbaycanda. Onların maliyyə dəstəyi ilə biz Rusiyadan deyil, Azərbaycandan deyil, Ukraynadan kağız alıb gətirirdik və orada belə bir prinsip var idi. Birinci il 80% kağızın pulunu onlar ödəyirdi, 20%-ni biz. İkinci il 70-30, daha sonra 60-40 və biz özümüzə gələndən sonra o nisbət dəyişirdi. Amma mən belə düşünmürəm ki, bizdə bu belə olmalıdır. Yəni, güclü şəkildə güzəştlər olmalıdır. Əks təqdirdə biz elə o həmin söyüşləri eşidəcəyik və bizim izləyicilərimiz, tamaşaçılarımız, oxucularımız hamısı kontent yarada bilmədiyimiz üçün yerli, məhəlli, belə deyək, strukturlara deyil, başqa xaricin əlinə baxan, xaricin əlində olan strukturlardakı xəbərlərə və onların informasiyasına demək, məcbur qalıb baxacaqlar və onlar da kim bilir, istədiyi zaman hansısa bir ideoloji fikri atacaqlar ortalığa və biz özümüzə düşmən kəsiləcəyik. Belə. Ümid edək ki, bu fikirləriniz müvafiq ünvanlarda doğru qarşılanacaq və müsbət bir mənzərə ilə qarşılaşacağıq. Hər halda strukturlar indi baxacaq, baxmayacaq, onu bilmirəm. Amma ümumən məni kimi düşünən adamlar zənnimcə az deyil. Və bu, hansısa bir şəkildə bu fikri ictimai qınağa çevirmək demək istəmirəm, ictimai yönləndirmə olsun. Onu arzu edirəm. Təşəkkür edirik.